Bugün burada kadim Türk kültürünün taşıyıcılarından, ortak hafızamızın en güçlü anlatılarından biri olan Dede Korkut adına düzenlenen bu anlamlı konferansta sizlerle bir arada olmaktan büyük onur duymaktayız. Anlatan bir ozan değil. Aynı zamanda bu toprakların sesi, Türk milletinin hafızası, irfanı ve vicdanıdır. Onun anlattıkları yüzyıllar öncesinden bugüne uzanan köklü bir değerler dünyasını taşır. Bize cesareti, sadakati, aileye ve topluma bağlılığı, erdemi, sözüne sadakati anlatır. Modern hayatın hızında, kalabalığında bazen insanın kendi sesini bile duymakta zorladığı bu çağda Dede Korkut'un anlattıkları bize bir durup düşünmeyi, özümüze dönmeyi hatırlatır. Bu hatta geleceğimizin de bir parçasıdır. Iğdır gibi tarih, kültür ve kardeşlik kokan bu şehirde bu konferansın yapılması ayrıca anlamlı. Bu topraklar Dede Korkut'un sesinin yankı bulduğu coğrafyalardan biridir. Burada onun adını yaşatmak sadece bir anma değil, aynı zamanda bir hatırlatma, bir sahip çıkma meselesidir. Iğdır, geçmişi binlerce yıl öncesine dayanan bir Anadolu şehridir. Ama onu özel kılan coğrafyası, doğal güzelliklerin yanında, Dede Korkut'un nefesinin, sözünün ve hikmetinin bu topraklarda yankılanmasıdır. Destanlarda sürmeli olarak geçen yer adı, Oğuzların payitahtı kabul edilen merkezi ifade eder ve net şekilde Aras'ın kenarındaki sürmeli çukur olarak tanımlanır. Ve Iğdır Dede Korkut şehridir. Çünkü bu şehir sadece bir yerleşim yeri değil, Dede Korkut'un sesi bu toprakların dağlarında, ovalarında, türkülerinde yaşamaya devam etmektedir. Dede Korkut'un mirası sadece geçmişi anlatmaz. Kim olduğumuzu, nereden geldiğimizi ve neye değer verdiğimizi hatırlatır. Bu yüzden Iğdır gibi şehirler sadece coğrafya değil, birer kültür hazinesidir. Dede Korkut, Oğuz Türklerinin en önemli sözlü edebiyat miraslarından biridir. O hem bir bilge, hem bir ozan, hem de bir tarih anlatısıdır. Bu hikayeler yiğitliği, sadakati, aile bağlarını ve Türk milletinin kadim değerlerini anlatır. Ve işte Iğdır, bu mirasın yaşadığı, anlatıldığı, kuşaktan kuşağa aktarıldığı bir coğrafyadır. Bu konferans boyunca değerli akademisyenlerimizin sunacağı bildirilerde Dede Korkut'un farklı yönleriyle, sözlerimi Dede Korkut'un diliyle bir duayla bitirmek isterim. Aksakallı babalar ağlamasın, ak örtülü analar yüreğini dağlamasın, yiğit olanın beli bükülmesin, alın yazısı kara yazılmasın, kara gün kararmasın, ak gün ağarsın. Hepinizi saygıyla selamlıyorum. Seçiyorum. Ziya Bey, hürmetli Çamal Bəlli, değerli katılımcılar, aziz dostlar. İlk önce size, her birinize asılandan gelmiş bizim uzman, büyük araştırmacılarımız, profesörlerimiz, hem Azerbaycan'dan buraya təşrif buyurmuş katılan alimlerimizin Dede Korkut mədəniyyətinə, Dede Korkut kültürünə bu simpoziumda farklı baxışları, farklı yanaşmaları bugün bize yeni istiqamət verəcək. Və bu istiqamətdə mən bütün iştirakçılara uğurlar arzulayıram və dəyərli dostumuz, bu konferansa ev sahibliyi edən, təşkilatçılıq edən bizim çox hörmətli İqdir Universiteti rektoruna təşəkkür edirəm ki, bizim bu konferansda, ortaq konferansımızın təşkilində bizi bura dəvət eləməkdə böyük səylər göstərib və ilk dəfədir Sayın Rektorumun təyinatından sonra mən bu universitetdə oluram. Ona görə də mən də öz kollektivimin adından Naxçıvan Dövlət Universiteti ilə İqdir Universiteti arasında çox səmərəli bir işbirliyi münasibətləri var və əminəm ki, Əkrəm bəydən sonra yeni biz müstəvidə, yeni istiqamətdə İqdir Universiteti ilə Naxçıvan Dövlət Universiteti əməkdaşlığı daha sürətli və daha kalitəli bir düzeydə davam edəcək və bütün heyətimin təbriklərini Sayın Rektoruna çatdırıram. İşlərinizdə, görəvinizdə başarılı diləyirəm sizə. Çox sağ olun. Ölkənin əməkdaşlığına böyük töhfə verən bu evin
bu əməkdaşlığın başında duran Ziya bəyə dəstəyimizi göstərək və hər zaman onun yanındayıq və bu gün də Dədə Qorqud konferansının keçirilməsinə böyük təşəbbüs edən, onun təşkilatçılığında iştirak edən Ziya bəy sizə ayrıca təşəkkür edirəm. Və təbii ki, bugünkü konferansın anlamı, bugünkü konferansın mahiyyətinə gələndə Dədə Qorqud görürsünüz ki, 100 illərdir yaşayır və bugün bizi birləşdirən yenə necə ki, 100 illər öncə bizi birləşdirən bir dəyər idi, bir mədəniyyət fəlsəfəsi idi. O bugün də bizi birləşdirir və bugün biz Dədə Qorqud mövzusu ətrafında bütün türk xalqlarını birləşdirə biləcəyimiz bəlkə də çox nadir mövzulardandır. Çünki bizim folklorumuzun, türk mifologiyasının, türk tarixinin, türk ədəbiyyatının ən böyük abidəsi kimi Dədə Qorqud azsaylı dastanlardandır ki, bizim hər birimizi eyni məkanda, eyni niyyətlə, eyni məqsədlə toplaya bilir. Deməli, Dədə Qorqud müdrikliyinin əsası, fəlsəfəsi elə bu birliyi, həmrəyliyi yaratmaqdan ibarətdir ki, elə bundan sonra biz 100 illərdə, 1000 illərdə Dədə Qorqud adı gələndə biz birləşməyi, həmrəyliyi başa düşəcək və biz bir yerdə olacaq və bu türk mədəniyyətini, dünyaya nümunə olan, örnək olan türk tarixinin, mədəniyyətinin ənginliklərini, gözəlliklərini bərabər yaşayacaq. Təbii ki, hərəmiz bir baxışdan Dədə Qorqudu izah edəcək. Dədə Qorqud bir sadəcə ədəbiyyat hadisəsi deyil. Dədə Qorqud bütövlükdə tarixi hadisədir, etnogenez hadisəsidir. Dədə Qorqud böyük bir kültürel bir hadisədir, mirasdır. Dədə Qorqud təbiət hadisəsidir. Dədə Qorqud qəhrəmanlıq, ailə, sosiologiya, demografiya. Bunun içərisindən gözəl sənətlər, rəssamlıq, musiqi, bugün bəstəkarların ən çox müraciət elədiyi mövzulardan biri məhz bizim Dədə Qorqud dastanıdır. Bəstələrimizdə ilham qaynağıdır. Rəssamlarımıza böyük ilham qaynağıdır. Rəssamlarımız Dədə Qorqud motivlərindən böyük əsərlər yaradırlar. Bizim universitet rəssamları hansı mövzuda biz onlara bir rəsm sərgisi veririksə, onun içində mütləq bir Dədə Qorqudun oyundan, Dədə Qorqudun özündən bir əsər meydana gəlir. Yəni bu bizim artıq yaşam tərzimizdir, həyatımızdır. Bütövlükdə bizim həyat tərzimizə çevrilən bir fəlsəfədir, böyük bir fəlsəfədir ki, biz onun içində özümüzü tapırıq, özümüzə qayıdırıq və bunu gənc nəsillərə ötürürük. Əlbəttə ki, Dədə Qorqudun bugünkü günə gəlib çatdırdığı ən böyük missiya həm də bir atalarımızın, dədələrimizin müdrikliyi, böyük, kiçik yerinin bilinməsi. Bugün biz də ən usta, ən müdrik insanlarımıza onu müqayisə aparanda deyirik, Dədə Qorqud kimi bir şəxsiyyətdir, Dədə Qorqud kimi bir müdrik insandır. Yəni, Dədə Qorqud simvolu bizdə bu günləri bir keyfiyyət göstəricisidir. Bizim həyatımızda ən müdrik insana verilən, bəlkə ən yüksək insani tituldur, rütbədir. Yəni, insanlar Dədə Qorqud kimi düşünə bilirsə, o müdrikliyə çatmış bir zirvədə görünən bir şəxsiyyət kimi qəbul olunur. Bu baxımdan təbii ki, türk xalqlarının yaratdığı bu böyük abidə, təbii ki, bizim tarixi dövr baxımından bunu mütəxəssislər daha çox izah etsinlər. Mən bunu tarixi dövrünü demək fikrində deyiləm, amma elə bir hadisələr elə bir vaxtda cərəyan edir ki, bizim türk xalqlarının əslində formalaşma dövrünə təsadüf edir. Həm bizim dinimizin bizə gəldiyi dönəmdə, həm türkləşmənin ən çox şəbəkələşdiyi bir dövrdə belə bir dastanın meydana gəlməsi, əlbəttə ki, məhz türk xalqlarının formalaşması prosesində də ən böyük töhfələrdən biri kimi başa düşülməlidir. Təbii ki, Dədə Qorqud dastanını öyrənən ədəbiyyatçılar, dilçilər, tarixçilər, folklorşünaslar, bunlar həm türk tədqiqatçılardır, həm beynəlxalq tədqiqatçılardır və biz daha çox bunun orijinal nüsxələri türk ölkələrində qalmadığından, bunlar daha çox Avropa arxivlərində qaldığından, təbii ki, onların da yenidən üzünün köçürülməsi, onların yayılması və onların dərsliklərə, universitetin başa gəlir. Və bugünkü konferansımızın, ən mühüm əlamətlərindən biri də odur ki, bəlkə də bir-birini tamamlayan, bizim Çalınarlı yaddaşında qalan ən möhtəşəm konferanslardan biri olacaq. Ona görə ki, bugün bu konferansda həm də Dədə Qorqudşünas və dünyada Dədə Qorquda həsr olunmuş, onun boylarına həsr olunmuş böyük akademik araşdırmaların,
və bədii əsərlərin müəllifi olan və dünyada imzasını tanıtdıran Türk dünyasının böyük oğlu, bugün Azərbaycan Dillər Universitetinin rektoru, akademik, xalq yazıcısı Kamal Abdullah bu konferansda iştirak edir. Və Kamal Abdullah'ı